Bəli. İnterfeys təmin edir, fayl sistemləri yaradır. Sonra, Kompüter resurslarını idarə edir. bəli, prosesləri idarə eləyir. Əməliyyat sisteminin yüklənmə ardıcıllığı hansı formadaydı? Birinci hardware testing, Hı. sonra yüklənmə axtarış neydi? Yükləyicisinin axtarış və inisiallaşdırılması. İkinci gəlir Əməliyyat yığma yüklənməsi və sonra da request istifadəçiyə dəvət göndərilir. Bəli, qeydiyyat üçün dəvətin göndərilməsi. Deməli, testləşdirmə, axtarış və inisiallaşdırma, nüvənin yüklənməsi, ən sonda isə qeydiyyat üçün dəvət. Nə zəhmət olmasa onlayn qrupa yazardınız. Sual-cavaba qoşulmaq istəyən qoşulsun. Sonra keç. Sonra kimlərsə mikrofonu zəhmət olmasa bağlayın. Deməli, əməliyyat sisteminin qeydiyyat üçün dəvəti hansı əməliyyat sistemində mənfi cəhəti idi? Çünki orada qeydiyyat üçün dəvət yox idi. MS-DOS-da qeydiyyat yox idi orada. MS-DOS əməliyyat sistemində qeydiyyat yox idi. Əməliyyat sistemləri ümumi götürsək, hansı növlər var idi və onların alt növlərini sayacağıq. Biz orada hansıları sadalamışdıq? Unix var idi, Linux var idi, Macintosh var idi, MS-DOS, Windows, həmçinin OS2. Aha. Bəs bunlardan hansında FreeBSD, NetBSD, OpenBSD versiyalar var idi? Unix-də idi. Aha. Mint, Mandriva, Pardus, Reinhardt. Linux. O hansındaydı? O Linux-da idi. Linux'daydı, bəli. Sonra Snow Leopard hansının növüdür? Macintosh, Hı. Burada Snow Leopard'dan başqa nə var idi? Klasik bir də Bir də X, Marcos X. X versiyalar var idi, bəli. RAP Connect, RAP Server 3.0 versiyalar hansının idi? OS2. OS2 aysa. Windows əməliyyat sistemi versiyalar hansıları idi? NP, XP, MG, 2000, Vista, Hə. 7, 8, 8.1, 10, 11. Bəli. Windows əməliyyat sistemi hansı növ interfeysə malikdir? Grafik. Bəli, qrafik interfeysə malikdir. İnterfeys ümumiyyətlə hansı qruplara bölünür? Əmrli bir də qrafik. istifadəçi, proqram, intellektual, insan, maşın. İstifadəçi, proqram, intellektual və insan-maşın interfeysi. Bu interfeysin ümumi qruplarıdır. Amma mən sənə desəm ki, istifadəçi interfeysinin hansı növləri var? Onda əmrli ilə obyekt yönlü. əmrli, bir də obyekt yönlü. Bunlar fərqlidir. Yaxşı, mütləq diqqətli olarsınız. Çünki qəbula sual olaraq salınır. Bir hansı interfeysin növləridir? Növləridir deyirsə, o ümumi növləri sayır. Və orada var idi əmrli və obyekt yönlü. Bu növ demək deyil. Sadəcə istifadəçinin növləridir. İstifadəçi özü bir növdür, onun alt növü kimi verilir. Swapping nədir? Virtual memory'də bu zaman istifadə olunurdu swapping orada. Deməli, virtual yaddaşın yaradılma prosesi swapping adlanır. Bəs proses necə davam edir? Nəsə yaddaş olanda əlavə yaradılırdı o. Hansısa işləməyən proqramı dondururdu. Və bizə set diskdən həmin proqramın yaddaşını əməli yaddaş kimi təqdim eləyirdi. Əməliyyat sisteminin inkişaf istiqamətləri hansılardır? Mürəkkəbləşməsi, obyekt yönümlü, bir də üçüncüsü də məsəl hardware ilə bağlı idi. Əməliyyat sistemi və proqram təminatının aparat hissələrinin arxitekturasını özündə əks elətdirə bilirdi. Fayl nədir? Xarici yaddaşda adlandırılmış bir hissə. Verilənlər yığını, bəli. Faylların hansı növləri var? Növləri İcra olunan konfigurasiya, bir də sənəd.
Aysa. Bunlardan hansı idi ki, proqramı iş üçün vacib parametrləri saxlayır, yeniləmələrə xidmət Konfigurasiya. edirdi? Konfigurasiya. Konfiqurasiya hansı yaddaşda saxlanılır? ROM-da saxlanır, değil mi? ROM-da saxlanılır. Bəli, BIOS-da idi, BIOS daxilindədir. Simos'un tərkibindədir əslində. BIOS dəstəkləyir. Bax, tarix, parol, konfiqurasiya Simos'da saxlanılır. BIOS bu prosesi canlandıran, dəstəkləyən hissədir, yaxşı? Sonra istifadəçi tərəfindən yaradılan fayllar necə adlanırdı? Sənəd. Sənəd. Aha. İcra faylının tərifi necədir? Bir əməliyyatı yerinə yetirən proqram. Yaxud da belə deyirik, istifadəçinin işi üçün nəzərdə tutulmuş proqram faylları icra faylı adlanır. Faylın və qovluğun adında MS-DOS sistemində neçə dənə simvol olur? 8. 8, Aha. Bəs faylın genişlənməsində neçə simvol olur? 3 dənə. Bəli, maksimal 3 dənədir. Bəs bu Windows-da necədir? Windows'da da 3-5. Windows-da ümumiyyətlə qovluqda 255 dənə ola bilər. ad Faylda olanda genişləməsində istənilən qədər ola bilər. Da Amma Windows özündə 255 dənə. adda Və faylın 255 özündə. genişlənmədə limit yoxdur, bəli. Bəs burada qadağan olunan işarələr hansılar idi? Slash'da Slash. böyük Slash. kiçik, dırnaq, Bakı sual. nöqtə, sual. Ulduz. Ulduz. Dırnaq, böyük kiçik işarə. Bax, slashlər, tərs və düz, drop işarəsi, qoşa nöqtə, qoşa dırnaq, ulduz sual, böyük kiçik. Bəs ASCII kod sistemində hansı aralıq non-printable, yəni çap oluna bilməyən simvollar idi? 1.31. 0-31-ə qədər kodlar idi. Bəs bu kodlarla yaradılmış adlar hansıları idi? PRN, sonra nə idi? PT, kon. O AUX, John, null. Bunlar harda qadağan idi? Faylın adda. adında. Faylın və qovluğun Faylın adında və qadağan. qovluğun adında. Deməli uşaqlar, bax, mən sizə verirəm PRN 5. Bunu yaza bilərəm. Faylda və Bəli. qovluqda Bəli, adda. müəllim. Sonra AUX, amma genişlənmədə yazıram. Olar? Olar. Bəli. Adda amma olmaz, deyil Hə, mi? adda olmaz. Hə. Null 2 lığına yazıram adda. Olar. Olar. Bir lığından isə olmaz. John tək qadağandır, yoxsa rəqəmlər qadağan, n-dan olan Hək. Tək. qadağandır, bəli. LPT ilə com neçədən neçəyə qədər qadağan idi MS-DOS-da? 9-a. 0-dan 9-a Sıfırdan qədər. 9-a. Bir şeyi yadda saxlayın. Bax, com və LPT MS-DOS-da 0-dan 9-a qədər qadağandır. Windows dəyişib 11 versiyada 1-dən 9-a qədər qadağandır. Gəlin onu bir dənə qeyd kimi yazın. LPT və com Windows'da 1-9 aralığında qadağandır. LPT və com Windows'da 1-9 aralığında qadağandır. Bəs com-u tək yaza bilərəm. Bəli. Bəli, müəllim. Aha, bəli. Faylların atributları hansılardır? Read-only. Read-only, sistem, fayl, arşiv. Read-only, hidden, system, arşiv. Read-only faylları digərlərindən nə ilə fərqlənir? Redaktə oluna bilmir. Bunu redaktə etmək olarmı, yoxsa ümumiyyətlə etmək olmur? Redaktə eləmək olar, amma həmin faylı yadda saxlamaq olmur. Save as Bəli. olaraq yadda saxlaya bilərik. Üzərinə save vuranda save as açılır. Gəl bir dənə kənara çıxaq buradan. Hansı halda faylı redaktə eləyə bilməlisiniz? Mən bunu əslində demişdim Word dərsində. Amma bilmirəm nə qədər xatırlayırsınız. Open-in növlərindən biri idi. Dəqiqə. Bəli, Open-un növlərində idi. Read modda. Read modda redaktə etmək olmur, amma qadağan deyil də. Sən bunu susmaya görə vəziyyətə qaytara bilirsən. Print modu. Mən protected da idi. Protected, bəli, protected olunanda sən orada qadağa qoyursan ki, redaktəyə qadağa, yəni istifadə edə bilməsin, redaktə edə bilməsin. Həmin halda
Bu fayllar heç cürə dəyişdirilə bilmir. Aydın oldu. Keçək indi hidden. Hidden faylları digərlərindən nə ilə fərqlənir? Gizlədilir. Gizlədilmişdir. Simgəsi necə görünür bizdə? Boz rəngdə görünür. Belə bir sual verin, bir dənə kənara çıxar. Bax, birini dedim, hidden olunanda fayl və ya qovluğun simgəsi boz rəngdə görünür, yəni solğun görünür. Başqa hansı halda solğun görünür? Bir də kat olunanda. Kat olanda Ay, sağ ol, kəsilmişdirsə, düzdür. Sistem faylları istifadəçi tərəfindən, yəni S atributu təyin oluna bilər. Xeyr. xeyr. Bəli. Arşivdəki bildiyimiz arxivator proqramlarlandır. Məncə onu bilərsiniz. Kompüterin məntiqi diski bölünməsi deyəndə, sərt diskin bölünməsi deyəndə hansı hərfləri nəzərdə tutur? A, B, C, D, Y, F. A, B, C, D, Y. Sırf sərt diski soruşuram. S, D. D. C və C, D-dir. Bəs sistem qovluqları, sistem faylları hansında yerləşir desəm, bu halda A. hansını hansı disk nəzərdə tutur? B. Yox. C, Sərt F. diskin bölünməsi daxil CD ola bilər. Sistem C diskidir və sistem diski simgəsinə görə də fərqlənir. Üzərində nə olurdu? Logo. Windows'un işarəsi, logosu. Windows'un logosu olurdu. Sistem Onda necə oldu müəllim? necə? Dediniz, nə hansı diskdə olur? Sistem qovluqları hansı diskdə olur? C diskində olur. Sistemdəki əməliyyat sistemi, proqram vasitələrinin qovluqlarını arxivatordan çıxarılmış qovluqlarını saxlayır. İstifadəçi fayllar daha çox D-də olur. Bəs A və B hərfləri ilə hansı xarici yaddaş işarə olunur? F-də. Ay, sağ ol. Optik disklər hansına işarə olunur? Optik disklər Y ilə. Y hərfinə, B. Y hərfinə. USB isə, yəni digər qurğular, mikrokart da ola bilər F hərfinə. F, Bəli. Kompüterin yaddaşı verilən bazasının hansı modeli ilə eyni quruluşa malikdir? Relyasiyon. İyerarxik. Hiyerarxiklə, ay sağ ol. Hiyerarxik quruluşda paralel qovluqlar eyni bir faylın tam adı və ya tam yoluna daxil ola bilər? Xeyr. Ola Xeyr, bilməz, xeyr. bəli. Bəs faylın tam adı hardan hara qədərdir? Ən başdan özü daxil olmaq. Hı? Faylın və ya qovluğun tam adı ilk öncə nə ilə başlamalıdır? Disk. Disk adı ilə. Disklə. Aha. Diskin başqa adı nədir? Baş kataloq. Baş kataloq. Ay sağ ol. İstənilən bir tam ad, tam yolda bir dənə baş kataloq olur. O da bizim diskimizdir. Alt kataloqlar baş kataloqdan hansı işarələrlə ayrılır? Yəni diskdən sonra hansı işarələr qoyulur? Qoşa nöqtə slash. Aha. Slash. Və bu slash tərs slashdir. Soldan sağa doğru atılmış slashdir. Qovluqların sayında məhdudiyyət var. Xeyr, yaddaş nə qədər əl verirsə o qədər. Hı. Hətta boş qovluq nə qədər olar desə, deyirik sonsuz sayda. Çünki qovluğun özünün bir yaddaş sayısı yoxdur. Bəs faylların sayı faylın tam yolda neçədən ola bilər? 255 yoxsa Addan. Məhdudiyyət var orada, yoxdur da məncə. Faylın öz sayını soruşuram sizdən. 255. Fayl bir dənə olur ən sonda. Aa, Bəli. Sizə qovluqların adlarını fayl formatında adlandırıb çaşdırmaq üçün verə bilər. Demişdim ki, qəti çaşmayın. Hətta eləyiblər bunu. Ən sonda gələn fayl olur adətən. Əgər genişlənməsi yoxdursa, sonda da qovluq ola bilər. Gəlin belə bir şeyə baxaq. Bir dəqiqə, mən ekranı sizlə paylaşım.
Hal-hazırda aşağı hissədə görürsünüz də burada. Bir saniyə bunu açaq. Aşağı hissədə bir faylın, cavablar JPG adlı faylın tam yolunu görürsünüz, deyilmi? Cari qovluq hansıdır? Hal-hazırda istifadə olunan Hal-hazırda arxiv, istifadə olunan, yəni arxiv. Ay sağ ol. Cavablar nəyin içərisindədir? arxiv. Ay sağ ol, arxivin içərisindədir. Və tutaq ki, deyir ki, arxiv qovluğunun içərisində istifadəçi iş aparırdı və 2 addım geri qayıtdı. Yox, 1 addım geri qayıtdı. Arxivin içərisindədir. Bu caridir, açıqdır. 1 addım geri qayıtsa hara qayıdacaq? Sınağı. Hara? Sınağa. Deyilmi? Qayıtdım sınağa. Sonra deyir, həmin qovluğun içərisində master adlı bir qovluq yaratdı. Sınavdan sonra master gəlir. Ay, sağ ol, master. Sonra həmin qovluğun içərisində tutaq ki, olsun info.txt adlı fayl yaratdı. Yeni yaradılmış faylın tam adı, tam yolu necə olar? D-dən info tekstə qədər. Amma arxiv və cavablar hissəsi yoxdur. Yəni D informatikasına master info. Ay, sağ ol. Deməli, paralel olanlar çıxdı aradan və D informatikasına master info txt ardıcılığı şəklində oldu. 2 addım geri qayıtsaydıq, hansı aktiv olacaqdı və onun içərisində yaradardıq? İnformatikanın. Ay, sağ ol. Belə bir sual da verə bilər. Cari diskin içərisində yeni, tutaq ki, əlifba adlı qovluq yaratdım. Cari disk deyən kimi artıq siz informatikanı da iptal edirsiniz. D sadəcə özü qalır, açıqdır. Geriyə qalan hər şey nə veribsə onlarla davam edəcək. Yəni bu dediyiniz sualda arxiv olmamalıydı, cari qovluq kimi. Bax, dedim ki, cari qovluq arxivdir. Sonra dedim ki, arxivin içərisində işləyirdi və buradan 1 addım geri qayıtdı. Cari dediyim zaten arxivdir, bayaq dedim. Sonra bunun içərisindən geri qayıdanda sınaq aktiv oldu da, deyilmi? Sınağın içərisində yeni qovluq yaratdım. Sonra da həmin qovluğa verilmiş hər hansı bir faylın adını yazıb ki, həmin faylın tam adı, tam yolunu tap. Ay, nə oldu Əsmər? Bəli. Mhm. Çox sağ olun. Sənə sağ ol. Keçək görək burada başqa nə var. Deməli, diskin formatlaşdırılması. Ümumiyyətlə, diskin formatlaşdırılması məqsəd nədir? Deyim özüm. Diskin Deyim sıfırdan müəllim. qurulmasıdır uşaqlar. Disk sıfırlanır və tərkibindəki lazımsız fayllar silinir. Hətta backuplar falan, bunların hər biri silinir. Yeni bir quruluş yaranır. Yeni klasterlər, yeni sektorlar, yeni cığırlar əmələ gəlir. Bu fiziki format zamanı baş verir. Sektor nədir? Sektor Məlumat saxlanılan ən kiçik element. ən kiçik elementdir. Həcmi nə qədərdir? 512 byte. Bəli. Sektorlar birləşir, nəyi yaradır? Klasterlər. Master. Klasterlər birləşir, Cığır. cığırlar yaradır. Bəs sərt diskin bölünməsi, məsələn, biz normalda mən hal-hazırda kompüterimi açsaq, mən flash kartı çıxarsam, məndə burada cəmi bir dənə disk var. O da C diskidir. Mən onu 2 diskə ayırmaq istəyirəm. C və D. Bunun üçün hansı proqramı istifadə edə bilərəm? Format yox, F-disk. F-disk, aha. Bir də bir də Magic var idi. bəli. Partition Magic. Belə bir Magic, proqramımız da var. Yüksək səviyyəli formatlaşdırma bəs nə üçün? Daha doğrusu hansı proqramdan yerinə yetirilir? Format.com. Bəli. Format.com. Bizim tanıdığımız sistemlərdə ümumi götürək ki, Microsoft'un məhsullarında hansı fayl sistemlərindən istifadə olunur? Intuisi.
Necə? NTFC yoxsa o neydi? NFC müasirlərdə bəli, köhnələrdə bəs FAT fayl sistemi. Uşaqlar, bizim öyrəndiklərimizin həm FAT-ı, həm də NTFS-i Microsoft-un məhsulları istifadə eləyir. YXT formatında olanları isə macOS, yəni Macintosh-un istehsal elədikləri istifadə edir. FAT16 neçə klasterə ünvan verə bilir? 16. Üstü 16 değildi o. Sonra FAT16 2 üstü 16'ya, FAT32'də 2 üstündə 32 klasterə ünvan verə bilirdi. FAT16 hansı həcmli fayllar, hansı həcmli disklərlə işləyə bilir? 2 GB fayl, 4 GB disk, Sağ ol. Bəs 32 4 GB fayl, 8 GB-lıq disklər. 8 terabaytlıq disklər. Terabayt. Ha, 4 GB fayldır, 8 terabayt diskdir. NTFS fayl sistemində hansı həcm disk, hansı həcm fayl? 256 Mhm. ölçüdür. Faylda 16 Bəli. GB. NTFS fayl sistemi üstünlükləri nələr idi? Mən çox yolları öyrənməmişəm. Öyrənməlisiniz. Boy, qəbul sualı var bununla bağlı. Özüm deyim, Formatı, şifrələnməsi, bərpası var. şifrələmə və bərpa var. Clustering Transaksiyadan var idi. istifadə, nasıl sektorların Böyle meydana ölçülü- çıxmasını Fayl və bölmələri var. Sonra Clustering var idi desin bir dənə. necə? Clustering nəsə bir şey var. Aha, bəli. Orada nasıl sektorları bərpa eləyir, klasterlərin əvəzlənməsini təmin eləyirdi, meydana çıxmasının qarşısını alırdı deyək ki. Fayl və qovluqların avtomatik sıxılma və bərpası var idi. Hər kəsə fərqli cycle bin verə bilirdi. Şifrələmədən etibarlı şəkildə istifadə etdiyinə görə mühafizə yüksək idi. Bu arada şifrələmək üçün hansı əmrlər sisteminə və ya fayl sisteminə dəstək alırdı? ilə başlayan var idi. YFC. Aha, EFC-dən istifadə eləyirdi. Bəs NTFS faylları haqqında məlumatı hansı fayl sistemində saxlayırdı? FAT. Master file table'larda. Ha. Master file table'ların içərisində saxlanılır. Fayl maskaları nə üçün istifadə olunur? Axtarış üçün. Amma ulduzla sual olan. Bəli, ulduz və sual. Ulduz nəyə əvəzləyə bilirdi? Simvol əvəz edə bilirdi. Ya heç Amma sual yox. sadəcə birini. Bəli. Sual, bir cavab prinsipinə işləyir. Əgər sual varsa, onun cavabı da olmalıdır. Amma ulduzda reaksiya ola da bilər, olmaya da bilər. Bəs əgər mən konkret say bilirəmsə ki, mən fayl adımda və ya qovluğumun adında 4 dənə simvol var və ad B hərfi ilə başlayır. Həmin halda ulduzu istifadə eləsəm əlverişlidir, yoxsa sual işarəsini? Sual işarəsi. Bəli, sual. Bəs axtarış eləyəndə sizcə burada registru nəzərə alır? Məsələn, mən bir dənə böyük B ulduz yazmışam, amma mənim kompüterimdə book adlı bir də kiçik hərflərlə yazılmış bir qovluq var. Registr Nəzərə alınır. məncə hamısı eynidir. Bəli, Almır. registru nəzərə almır. Onda biz belə deyə bilərik də, fayllar və qovluqların adında hərflərin böyük və ya kiçik olması, onların fərqli olması anlayışını əks elətdirmir. Düzdür, bu fikir səhvdir. Yenidən səsləndirə bilərsiniz zəhmət olmasa. Bəli, hərflərin registrinin böyük və ya kiçik olması onların fərqli olduğu anlayışını əks elətdirmir. Əgər adın tərkibində fərqli simvol yoxdursa, böyük və ya kiçik yazılmasına baxmayaraq eynidir. Bu ifadə düz, səhvdir? Düzdür Düz. müəllim. Düz.